One day, Walt Disney took his daughters to an amusement park. In the amusement park, they went on the rides, played games, and saw animals. But the park was dirty and boring. While watching his daughters ride the merry-go-round, an idea came to him of a place where adults and their children could go and have fun together. His most popular cartoon was Mickey Mouse, and he wanted Mickey and other characters to walk around the park and talk to the guests. Disney's dream about this special and exciting park took many years to come true. People did not understand his ideas, and that's why nobody wanted to give him money. So, Disney used all his own money to build the park. On July 17, 1955, Disneyland opened in Anaheim, California. It was an immediate success. The first year, about 5 million people went to Disneyland. People came from all over the United States and all over the world. Salam, hər vaxtınız xeyir. Bugün noyabr ayında keçirilən sınağımızın ingilis dili sualların izahına baxacaq bir yerdə. İlk 5 sual bildiyimiz kimi listening suallarıdır. Listeningi videonun əvvəlində dinlədik, birbaşa suallarına baxırıq. İlk sualımızdan başlayırıq. What's the passage mainly about? Yəni, ümumiyyətlə, bu passage mətin nədən bəhs eləyir, nə ilə bağlıdır? B variantı olacaq. The History of Disneyland. Disneyland'in tarixi haqqında olan bir listening idi. İkinci isə hansı cümlə mətnə əsasən doğrudur? Burada da düzgün cavabımız B variantı olacaq. Səsdə bu aydın deyilir. Disney wanted his characters to walk along the park. O, xarakterlərinin, obrazlarının parkın ətrafında gəzməyini istəyirdi. Üçüncü suala davam edirik. Sualda isə Disney qızları ilə parkda keçərkən ən pis şey nə idi? Parkın çirkli və darıxdırıcı olması. It was dirty and boring. Dördüncü sualda isə cümləni olduğu kimi deyir və ortadakı boşluqda olan hissəni tapmaq lazım idi. Burada da adults and their children hissəsini olduğu kimi deyir. Beşinci sualda isə nə üçün insanlar Walt Disney xəyallarının parkını düzəltməyə, yaratmağa pul vermək istəmirdilər? Pul vermirdilər. Çünki insanlar onun ideyalarına inanmırdılar. Daha doğrusu ideyalarını başa düşmürdülər. People didn't understand his ideas. Beləliklə 5 listening sualımızı bitirdik. Davam edirik. İşbətlikdən. Sonra true false'lara baxırıq. True false'un birinci sualında deyilir ki, problemlərin həllini tapmaq biznesdə uğur qazanmağın əsas açarıdır. Həllini tapmağa çalışmaq, daha doğrusu. Bu variant true olaraq qeydə alınacaq. Çünki mətndə də son abzasda baxın bu success hissəsindən başlayaraq bu hissəsi, yəni o sualın cavabıdır, ona görə true. Bunları silək və davam edək. Three, he started out with the goal of achieving success. Yalnız German
Greeks 23 yaşında olanda uğur qazanmaq məqsədi ilə fəaliyyətə başladı. Ümumiyyətlə 10 olanda biz demişdik ki, yüksək ehtimalla o sual səhv olaraq götürülür. Burada da elə false-dur. Amma sırf 10-luya görə deyil təbii ki. Mətnə baxanda görürük ki, yalnız o deyildi. Ondan əlavə bir neçə insanın adı çəkilmişdi. Michael Dell, Mark Zuckerberg. Onlar hamısı gənc yaşlarında işlərində uğur qazanan insanlar sırasına aid idi. Ona görə false götürürük. Üçüncü, bu insanların heç birinin yəni bu işə başlayarkən, biznesə başlayarkən ilk yəni əsas məqsədləri milyonçu olmaq deyildi. Yəni sualın şərti belədir. None of these people. Bu insanların heç birinin əsas məqsədi ilk başda biz milyonçu olmaq deyildi. Bu true olaraq qeyd olunacaq. Çünki ikinci abzasın sonlarına doğru bu haqda məlumat verilib. Baxın, burada none of them buradan başlayır. None of them start out with the goal of becoming a millionaire. Sadəcə onların məqsədi they were determined to make their vision a reality. Onlar sadəcə vizyonlarını reallaşdırmağa çalışırdılar. Məqsədləri o idi. Hı -hı. 1.4-ə baxsaq, yenə eyni sualdır demək olar ki. Yəni 1.3 ilə 1.4 eyni şeydir. Bir deyirəm, əslində 6.3-dür də, yəni ilk mətn kimi nəzərdə tuturam. 6.3 və 6.4. Gənc milyonçuların əsas məqsədi milyonçu olmağın yollarını tapmaq idi. Xeyr. Bayaq dediyimiz kimi ilk məqsəd o deyildi, amma nəticə olaraq yenə də milyonçu oldular təbii ki. 7-ci suala baxırıq. Mətndən aydındır ki, milyonçu gənclər, daha doğrusu gənc milyonçular, bunlar hamısı ortaq xüsusiyyətləri var idi ki, self-confident and hardworking, yəni özgüvənli və çalışkan insanlar idilər. Qeyd olunub. These people are self-confident and work hard to persuade other people that they have a good idea. Özgüvənli və çox çalışırdılar ki, onların yaxşı ideyaların olduğunu digər insanlara da inandırsınlar. Beləliklə, E variantı düzgün cavabımızdır. Davam edirik. 8-ci sualla. Mətnə əsasən hamısı düzgündür variantların, amma birindən başqa except deyiləndə adətən səhvi istəyir bizdən. Deməli, gənc milyonçular haqqında deyilən fikirlərdən hansı səhvdir? Baxın, yenə eyni variant götürüləcək. 6.3-də və 4-də deyildiyi kimi. Looking for ways to be millionaire. Yəni, milyonçu olmağın yollarını axtarmağı onlar üçün səhv variantı idi. 8A variantı. Gedirik o bir suallara baxmağa. 9-da bunu biz silək. Düzgün ardıcıllığını düzmək lazımdır bizə. Burada cavab A variantı olacaq. İlk olaraq 2-ni götürürük. 2-də əksər ardıcıllıq 2, 4, 1 və 3 olacaq. 2-də deyilir ki, əksər milyonerlər öz gənclik dövrlərində artıq işlərində inkişaf əldə edirlər. 4-cüdə
Onların ortaq xüsusiyyətlərindən biri də məqsədə çatmaq üçün yollar axtarıb tapmaqdır. Birinci cümlədə onların bütün gənc milyonerlər bir-birlərinə xüsusi bacarıqlarına görə fərqlənirlər. 2, 4, 1 və ən son olaraq 3 olacaq. Artıq biznes qurandan, marketinq qurandan sonra da yaradıcılıq onların ehtiyaclarının ödənilməsində əsas xüsusiyyətlərdən biri idi. Yəni ona görə 2, 4, 1, 3 olaraq düzgün cavab götürüləcək A variantı. 10-cu sualda burada rəqəmlər olmalı idi. Qeyd olunmayıb. Təəssüf ki, düşməyib sualda. Amma belə baxa bilərik. Hansı suallara mətndə cavab var? Birinci sualda how many people did these young millionaires give financial aid to? Nə qədər insan, neçə nəfər insan bu milyonerlərə, gənc milyonerlərə kömək elədi, maddi yardım elədi. Bir konkret rəqəm sayı olmadığı üçün bunu götürmürük. İkinci sualda isə bir gəncin milyonçu olması üçün nələr lazımdır? Mətndə bu qeyd olunub, 2-ni götürürük. Baxın bu hissədə qeyd olunub ki, so what does it take for a young person to become a millionaire? Bunların ortaq xüsusiyyətləri var, hansı ki, they are smart, they have vision and they have lot of determination. Onlar ağırlıdır, üzr istəyirəm, ağıllıdır. Onların vizyonları var və çoxlu qətiyyətləri var. Yəni qətiyyətli, ağıllı və vizyonlu insanlar olurlar. O insanlar uğura çata bilirlər və milyonçu ola bilirlər. Problemlərə həll yolu tapa bilərdilər. Konkret problemlərin sayı və yaxud da növü qeyd olunmamışdı deyə 3-ü götürmürük. Dördüncü bayaq da qeyd elədiyimiz kimi onların ağıllı, vizyonlu və qətiyyətli olmaq onların xüsusiyyəti idi, ortaq xüsusiyyəti idi. Və 5. 2, 4 və 5-ci suala da cavab var. Gənc milyonçuların əsas məqsədi milyonçu olmaq, daha doğrusu gənc insanların əsas məqsədi milyonçu olmaq idimi? Cavab olaraq xeyir götürürük. Yəni cavab var. Biz də cavab olanları axtardığımız üçün 2, 4 və 5-i düzgün cavab olaraq götürürük. Keçirik növbəti mətnə. də qeyd olunub ki, Azərbaycan is rich in natural resources. Azərbaycan təbii sərvətləri ilə zəngindir. Bunu true olaraq götürürük. Çünki ilk cümlələrdə bu haqda məlumat verilib. Baxaq. Baxın bu hissədə is rich nature, fauna and flora. Burada neft və qaz yataqları haqqında məlumat verilib. Yəni təbii resurslarla zəngindir. True. Bunları silək və davam edək. Bir nöqtə içdə isə ikinci ən böyük şəhər Çini istehsalı ilə ixtisaslaşıb. Bəli, bu da düz olacaq, true. Və bu şəhər Gəncə şəhəridir. Plants and carpet və xalçaçılıqla məşhurdur. Ona görə Daşkəsən Azərbaycanın ən qədim sənaye şəhəridir olaraq qeyd olunub.
Bu false-dur. Çünki Daşkəsən haqqında ki paraqrafda onun kiçik bir kənd olduğu haqqında məlumat var və mədənçiliyin mərkəzi olduğu haqqında məlumat var. Amma sənaye şəhəri, hətta ən böyük ən qədim sənaye şəhəri olduğu haqqında heç bir məlumat yoxdur. Ona görə onu götürmürük. Deməli 11.3 də true false olaraq qeydə alınacaq. Hı -hı. Gəldi 11.4-ə. Baku is known only for its old history. Bakı sadəcə qədim tarixinə görə məşhurdur və yaxud da tanınır. Xeyr, axırıncı paraqrafda qeyd olunub ki, Bakıda neft sənayesi, Bakı həmçinin Azərbaycan paytaxtıdır, dəniz limanı var və xam neft almaq üçün orada zavod emal olunmuşdu. Hamısı bu son paraqrafda qeyd olunub. Yəni sadəcə tarixinə görə tanınmır. 11.4-də false olaraq qeydə alınacaq. İkinci sualla davam edirik. İkinci paraqraf nə ilə başlaya bilər? Üçün cavab C variantıdır. Baxaq ikinci paraqrafa. İkinci paraqraf burada one can-lə başlayan hissədən başlayır. Yəni bunun əvvəlində nöqtələr kimi varmış kimi üzr istəyirəm burada. One can find. Burada bəzi istehsal sahələrindən danışılır. Məsələn, sintetik kauçuk, boru, alüminium əritmə və s. istehsalı. Yəni bunların istehsalı müxtəlifliyindən bəhs edir. Hardadır bu? Bu da Sumqayıt şəhərində olan istehsalı müxtəlifliyindən bəhs edir. Ona görə variety sözünə görə biz tapırıq C variantı. Bir neçə sahədə istehsal getdiyinə görə müxtəliflik sözünü götürürük. C variantı 12-də düzgün cavabdır. 13-cü sualda isə qeyd olunur ki, cümləni uyğun tamamlamaq. Sənayeləşmə dövründə ilk tapşırıq nə idi? Bu sualda qeyd olunur ki, sənayeləşmə dövründə ilk tapşırıq nə idi? Düzgün cavab A variantıdır. Bitkilər tapıb xam mal istehsal eləmək. Xam material istehsal eləmək. Burada da qeyd olunub. The first task. Bu hissədə qeyd olunub. The first task during the years of industrialization was to build plants and process raw materials. Xam mal istehsal eləmək. İlk tapşırıq bu idi. Düzgün cavab A variantı. Silib davam edirik. 14-cü sualda value sözünün sinonimini istəyirik. Dəyər deməkdir. Dəyər, qiymət. Carpet xalçadır, ofə təklifdir, craft sənətkarlıqdır, produkt məhsuldur, amma price qiymət dəyərdir. Ona görə düzgün cavab D variantıdır. 15-ci sualda isə hansı suallara cavab var? Suallara cavab olan variantları götürürük. Birincidə Azərbaycan hansı təbii sərvətlərə malikdir? Bir, bunu götürə bilərik. Çünki ilk abzasda qeyd olunmuşdur ki, neft və qaz yataqları, fauna, flora, bunlar hamısı təbii sərvətlərə aid idi. Ona görə birinci cavabı var. 2-də Sumqayıtın əsas istehsal sahələri nələr idi? Bayaq dediyimiz kimi sintetik kauçuk, boru, alüminium əritmə orada sənaye sahələri idi, əsas sənayeləri idi, istehsal sahələri idi daha doğrusu.
Daş kəsəndəki minerallar haqqında heç bir məlumat yox idi. Orada sadəcə mədənçilikdən danışmışdılar. Nə vaxt Sumqayıt tapılıb, yaradılıb, elə bir məlumat yoxdur. Bakıda nefti ilk kim kəşf edib, belə bir məlumat da yoxdur. Ona görə düzgün cavab 15. 15-də bir ikinci variant idi. Gəldik son 5 qrammatika sualına. Bu sualda make-up dialoq qurmadır. Düzgün cavabımız əvvəlcə qeyd edeyim B variantıdır. 2-dən başlayırıq. Salamlaşma ilə adətən başlayır. 2 Hi Daniel, 5 ilə davam edir. O Hi Albert, how are things? Necəsən, işlər necədir kimi. 7 ilə davam edirik. Just fine, thanks. Are you doing anything on Saturday night? Şənbə axşamı nə edirsən? Belə bir sual. 3 ilə davam edirik. Let me think, qoy düşünüm. Oh yes, my cousin just called to say he was flying in that night. I told him I would pick him up. Okay, şənbə axşamı qoy düşünüm. Mənim əmim uşağı mənə zəng vurdu və həmin gün gələcəyini dedi. Mən dedim ki, mən onu götürərəm. 1 ilə davam edirik. Çox pis. O gün mənim ad günümdür. Mən Amanda ilə nahar edəcəm və düşünürəm ki, dostlarımızı da, digər insanları da dəvət eləyək həmin partiyə. 4. I'm really sorry, but I won't be able to make it. Çox üzgünəm, amma edə bilməyəcəm bunu. 6. I'm sorry too, but that's okay. Mən də üzgünəm, amma okay. Yəni, dəvətin qarşılığında gələ bilməməyini deyir və 6 ilə sonlanır. Düzgün cavab B variantı. Ondan davam edirik. Burada səhv modal felləri istəyir, incorrect. Biz dərsdə qeyd eləmişdik ki, hadn't to, hasn't to, haven't to kimi ifadələr ümumiyyətlə düzgün deyil. Belə modal fel şəkli yoxdur. Ona görə 4-ü götürürük, 4 səhvdir. Bir də outdan sonra to olmalı idi. Ona görə 2 səhvdir. 1 ilə 3 isə düzdür. Shoulddan sonra to yoxdur və had better var. O da doğru formada qeyd olunub. 2-4. C variantı. Deməli, 18-ci sualda düzgün zaman formasını tapmaq lazımdır. If ilə başlayanda şərh budaq cümləsinin olduğunu görürük və şərh budaq cümləsində if işlənən hissə sadə zaman formasında olmalıdır, digər isə gələcək sadə zamanda olmalıdır. Baxırıq variantlara, zamanların uzlaşması mütləqdir. Hər ikisində də gələcək zaman ola bilməz. Pastla will ola bilməz. Burada yerləri səhv düşür. Birinci when sonra would olsaydı okey olardı. Burada indiki ilə keçmiş ola bilməz, qalır E variantı. Tərcüməsi də əgər mən imtahanlarımı uğurla verə bilsəm, sentyabrda Londona gedəcəm. 19-da altından xətt çəkilmiş sözə düzgün sinonim tapmaq lazımdır. Purpose məqsəd deməkdir. Məqsədin də sinonimi aimdir, o da məqsəd deməkdir. Result nəticədir, advantage üstünlükdür. Benefit fayda, xeyir, reason isə səbəb. Amma bizə lazım idi məqsəd sözünün sinonimini tapmaq. Düzgün cavab D variantı. 20-ci sualda da düzgün zaman formasını istəyir bizdən. Gördüyümüz kimi since var cümlədə və since olanda əgər qabağında keçmiş zamana aid bir feili yoxdursa, hər zaman have has işlənməlidir. Baxırıq have has sadəcə A və C variantında var. Accident cəm olduğu üçün has götürə bilmərik. Düzgün cavabımız C variantı have happened olacaq. Digər variantlar uyğun deyil. Və beləliklə 20 sualın izahına baxdıq. Burada da essay topiklər qeyd olunub. Buna da uyğun kim yazmışdırsa uyğun olaraq müvafiq qiymətləndiriləcək. Dinlədiyiniz üçün çox sağ olun, təşəkkürlər.